İran müharibənin 7-ci günündə İsrailə böyük dağıntılar yaşatdı. Səhər saatlarında İrandan atılan ballistik raketlər Tel Aviv və ətraf bölgələri hədəf alıb. Xarici medianın məlumatına görə hücumlar zamanı ən azı onlarla insan yaralanıb. Raketlərin Tel Avivə düşdüyü anlar isə kameralar tərəfindən qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən İsrailin paytaxtı Tel Avivin bir sıra ərazilərində, o cümlədən ölkənin birja binasında ciddi dağıntılar müşahidə olunub. Türkiyə mətbuatının yazdığına görə İran eyni zamanda Qəzzada döyüşən İsrailli əskərlərin müalicə olunduğu Tel Avivdəki Somoka xəstəxanasını da raketlə vurub. Məlumat üçün bildirək ki, İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektləri başda olmaqla ordunun ali komandalıq heyətini hədəf alan geniş miqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, bir sıra yüksək rütbəli zabitlər və 9 nüvə alimindən ibarət şəxslər həlak olub. Ümumilikdə 224 mülki şəxsin həyatını itirdiyi açıqlanıb. İran ordusunun İsrailə ballistik raketlərlə endirdiyi cavab zərbəsində isə 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilir.